axşam yenə Qaragözə rast gəldim. Özünü itirdi, qızardı, gülümsündü. Biləsən, üzündə nə qədər məlahət var. Qəsdən qarşımda durdu və başladı bir uşaqla söhbət eləməyə. Getdi, yenidən geri qayıtdı və yenə mənə baxa-baxa ötdü. Mən də onu təbəssümlə qarşıladım və yanıqlı gözlərimlə müşayiət elədim. Başdan ayağa nəzər yetirdim. Xurmayı saçına abulent bağlamışdı. Sarı, zərif çəkmələri vardı. Ürəyim sızıldayır, tanış olmaq istəyirəm. İstəyirəm onunla danışıb gəzəm. Nə böyük xoşbəxtlik, mümkündürmü? 22 Həziran. Student Nəsib vədə vermişdi ki, məni şəhərin siyasi adamları ilə tanış eləsin. Özü ictimai-yun, inqilabi-yun, yəni ictimaiyyətçilər, inqilabçılar firqəsinə mənsub olduğu üçün məni öz adamları ilə tanış elədi. Həftədə 2 dəfə bizə məruzə oxuyacaqlar. Bu çox yaxşı oldu. Bilərəm görək dünyada nə var. Doğrusu, siyasi işlərlə az aşinayam. Rusiya inqilabı gərək mənə də bir şey versin. Əlbəttə, qovğaya girdiyimi xalam və Kərbəlayı Əsəd bilməyəcəklər, çünki bilsələr təşvişə düşərlər. Müsəlmanlar siyasi işlərdən çox qorxurlar. Studentlərin həbsə alınmağını eşitdikdə deyirlər. Heyf, zəhmət çəkib oxumuşdu. Əməyi zayə oldu. Kişilərin övladlarına əvvəlinci nəsiyyəti budur. Başını aşağı sal, öz işində ol. Padşahla padşahlıq eləmək olmaz. Xülasə, Qara Lələşin ictimai-yun, inqilabi-yun firqəsindəndir. Amma bilsələr, Qorodavoylar tutub apararlar həbsxanaya. Qəribə şeylər Nəsib nağıl eləyir. Moskva inqilabında bunu az qalıblar öldürsünlər. Libasını dəyişib qaçıb. Neçə təzkirəsi, yəni vəsiqəsi və paltarı var. Bugün onu tutmaq fikrinə düşsələr, qiyafəsinə təğyir verib şəhərdən gedir. Nəsibin başına 1000 oyun gəlib. Bir ay bundan əqdəm bir nitqinin üstə 15 gün qazamatda yatdı. Çıxan kimi yenə işindən əl çəkmədi. Dədəsi bir fəqir adamdır. Müsəlmanlar onu sonsuz bilirlər. Deyirlər, Nəsibdən ona haray olmayacaq. Bu axşam xurmayı saçları görməsəm divanə olasıyam. Yəhudi şagirdlərindən təvəqqə edəcəyəm. Məni tanış eləsinlər. Ümidim də budur ki, tanış olam. Deməli, bu axşam məni böyük bəxtəvərlik gözləyir. Məhbubəmin zərif əlini əlimə aldıqda bilmirəm, ruhum hansı göylərə yüksələcək. Bəli, cənnət quşları kimi uçacağam. 23 Həziran. Dünən axşam şəhərə çıxdım. Tanışlıq dursun kənarda, məhbubəmi görə də bilmədim. Sən saydığını qoydursun Murad. Gör usta Kərim nə sayır demişlər. Deməli, cənnət quşu ola bilmədim. Qanadlarım mafraq imiş. Bugün heç yerə çıxmayacağam. Başıma gün vurub, zökəm olmuşam. Şəhərdə isti 58 dərəcədir. İtlər həyətdə torpağı eşib özlərinə dam qayırıb gizləniblər. Toyuqlar qanadları düşük bir halda ləhləyirlər. Dünən qəribə bir iş gördüm. Bir pişik mis məcməyidə uzanıb qaşıqları qucağına basmışdı. Bu istidən sonra xalq gecələr bağlar güşəsinə çəkilir. Cavanlar üçün həftədə 2 axşam klubda seyr olur. Musiqi və rəqs hamını oraya toplayır. Gözəl keçir. Heyf ki, mən rəqs eləmirəm. Hamı da təəccüb eləyir. Daha demirlər ki, bizim evlərdə dərd və xiffətdən başqa ayrı heç nə yoxdur. Hər kəs çox xiffət çəkir. Ona namuslu deyirlər. Cavan üçün musiqi, nəğmə, şad bir məclis qadağandır. Rəqs eləmək, ələxüsus, Avropa rəqsi, bəlkə də günahdır. Biz gün görməmişik, zindan çəkmişik. Məhəllədə bir adam ölsə, gərək hamı ona yas saxlaya. Yəni 40 gün oxumaya, çalmaya, kef və ləzzətdən əl çəkər. Bugün biri ölür, sabah biri ölür, o biri gün bir ayrısı. Sən də təziyə saxlayırsan. Bir ölünün 40'ı çıxmamış, bir ayrısı ölür. Onun 40'ı çıxmamış, bir qeyrisi tələf olur. Xülasə, ömürdən bilmərə vaz keçirik.
Osmanlı demişkən. Əcnəbi balaları da məndən təəccüblə soruşurlar ki, niyə rəqs eləmirsən? Niyə rəqs eləmirsən? Deyirlər. Xədiməm deyirlər. Neçə oğlum var? Dirilər elə bilirlər ki, ölülər halva yeyir. Deyirəm, canım gözüm, əcnəbilər. Vallah biz halva yemirik. Ölülər halva yeməzlər. Biz ölüyük. Bizim qayəmiz axirətdir. Axı bizə bu fani dünya nə lazım? Qoy murdar əcnəbilər bu dünyanın ləzzətini aparsınlar. Canım, biz ölüyük. Biz halva yemirik. Vəssalam. 24 Həziran. Nə xoşdur məhbubaya rast gəlmək. Nəfəsin tutulur. Qan dalğaları yanaqlarına çarpır. Gözəl yavıqlaşır. Sən özünü itirirsən. Gözlərin dünyada məhbubəndən başqa heç kəsi görmək istəmir. Varlığına hüsn yağır. Ənbərin saçların rahiyəsi aləmi büyüyür. Cənnət qapısı açılır. Huri simalın sənə qəmzələr bəxş edir. Gönçə dodaqlarında təbəssümlər oyanır. Pəhpəh. Gözəlin səxavətinin ucu bucağı yox. Lütfünün bərabəri yox. Məst olma gözlərim. Fürsəti fövt eləyirsən. Gözəl başını çiyninə qoyaraq qüruba doğru gedən günəş kimi əlvida demək istəyir. Sərxoşluq alüdəsi olma gözüm. Səxavət qapıları bağlanır. Qoyma günəş batır. Zülmət ətrafı büyüyür. Heyhat, məhbuba keçdi. Şadlıq rahiyəsi də özü ilə getdi. Hüsn aləmi itdi. Həqiqət acısı damağa çöktü. Ətraf mənhus simasını ehya etdi. Eyiblər, qabalıqlar ortaya çıxdı. Cəmi vücudum yasa büründü. Bircə laqeyd hafizəm fəxrlə məhbubəmin təsvirini saxlamağa çalışır. Elə bir qəmli gözlərimə demək istəyir. Qəm yeməm, kəm fürsət gözlər. Bağçamdakı gözələ tamaşa etməyə muxtarsan. 25 Həziran. Dünən evdən çölə çıxmadım. Bugün də deyəsən çıxmayacağam. Bazar ertəsi bazarda şənlik olmur. Çox darıxıram. Gündüzlər evdə, gecələr də getməyə yer yox. Qiraətə də meylim kəsilib. Gətirdiyim ictimaiyyət və arvad, iqtisadi söhbətlər oxunmamış durur. Nəqahətim, halsızlığım var. Bu istidə yorğana bürünüb otururam. Qoy ömürdən yarayanlar ölümdən qorxsunlar. Mən ki, dirilikdən bir fayda görmədim. Vəfasız ömür. Mənə qara boyanmış dən çəkmisən. Bir can sağlığı nədir ki, onu da məndən əsirgəyirsən? Mənə mal dövlət vermədin, yaxşı tərbiyə vermədin, şöhrətli milli ad vermədin, şəxsi səadət vermədin. 27 Həziran. Gördüm, ziyarətinə nail oldum. Kitabxanaya gedirdi. Arxasınca getdim. Bütün yollar onun lətif qoxusu ilə dolmuşdu. Damağım cənnəti duydu. Gözəl kitab qiraəti ilə məşğuldur. Görəsən nə oxuyur? Romanmı? Qəhrəmanlara rast gəldikdə məni yad edirmi? Görəsən eşq qəmini duyurmu? Mənim çəkdiklərimin mində birini hiss edirmi? 28 Həziran. Allah bizi müsəlmanların qaranlığından hifz eləsin. Amin. Müsəlman şagirdlərinin içində Qulam adlı birisi var. Bu bədbəxt Qulam 18 yaşında hələ 3-cü sinifdədir. Oxumaqdan soyuyub, məktəbdən çıxmaq istəyir. Dədəsi də buna çox razıdır. Mən buraya gələni Qulam mənimlə dost olub və təhsilində davam etməyə qərar verib. Yenidən dəri papağını çıxardıb şapka qoyub. Dədəsi Rus şapkasından dilgir olub, deyir. Murdar şapkaları başına qoyunca gəl gül kimi dükanımızda otur alışveriş elər və gül kimi dükan da baqqal dükanıdır. Məndən təvəqqə eləyir ki, Qulamın başından oxumaq sevdasını çıxardım. Mən də işə qarışmıram. Dünən axşam qapılarını döyürəm, dədəsi çıxır. Salam verirəm və deyirəm. Qulam evdədirmi? Evdədir. Nə eləyirsən, başına dönüm, deyir. Kluba aparmaq istəyirəm. Klub sözünü eşitcək kişi dəli olur. Tüstüsü vurur başına. Özünü güclə sakit edib deyir. Ağrın alım. Bu sözü səndən heç gözləmirdim. Klub mənim oğlumun yeri deyil. Məsələyə meydan verməyib keçirəm. Bugün yeznəmi bazarda tutub gilayə torbasını açıb.
Klubu biədəb bir yer sanırmışlar. Yazıq müsəlmanlar fahişəxanalara övladlarını göndərməyə heç də maneə göstərmirlər. Çocukların pak bir şadlıq mənbəyi klubdan qorxurlar. Yazıq bizə. 29 Həziran. Qəribə işlər. Özüm də məəttəl qalmışam. Ciddi adamlara yaraşmayan hərəkət. Dünən bazarda qaragözləri gördüm. Mənə adi təbəssümünü bağışladı. Məst olaraq arxasınca getdim. Yolda qarşıma Qulam çıxdı. Birinci dəfə olaraq duydum ki, Qulam da qaragözlərin düşkünüdür. Qulamdan təvəqqə elədim ki, getsin bazara. Fikrim bu idi ki, tanış olan və sonra da Qulamı da tanış edəm. Qulam getdi. Mən cənnət güşəsinə çəkildim. Qaragözlərin iqamətgahı mənim üçün cənnət güşəsidir, müəllif deyir. Qaragözlər bacılığı ilə küçədə gəzirdi. Yavaş-yavaş getdim. Bunlar da mənim dalımca. Aralarında pıçı-pıçı danışıb gülürdülər. Mən duruxdum. Bunlar qarşımdan keçdilər. Ürəyim şiddətlə döyünməyə başladı. Qulaqlarıma gürültü dolurdu. Keçdikdən sonra dönüb dala baxdılar. Yenə gülümsündülər. Güya mənimlə oynamaq istəyirdilər. Ay ağacların arasından çıxmışdı. Bədirlənmişdi. Elə bil mənim halıma gülürdü. Birdən utandım. Ciddi sima ilə geri döndüm. Küçənin döngəsində marağım ciddiyyətimə qələbə çaldı. Dönüb geri baxdım. Könlüm qaragözləri yenidən və yenidən istəməyə başladı. 30 Həziran. Kefsizləşmişəm. Xalam yanımdan bir dəqiqə uzaqlaşmır. 2 Təmmuz. 2 iyul. Yəni. Mən bazara çıxmayandan bəri çox işlər olub. Axşam çağı küçə ilə gedirdim. Gördüm, uşaqlar oturub qaragözlərin evinin qabağında. Qulamı da burada gördüm. Deməli, Qulam qaragözlər ilə tanış olub. Xülasə təzim edib keçdim. Birdən Qulam məni çağırdı, döndüm. Mən döndükdə qaragözlər bacılığı ilə durub qaçdılar evlərinə. Qulam da məni çağıra-çağıra bir də başladı öyüd verməyə. Güya qızları mən qaçırmışam. Çünki tanış deyilmişəm. Pərt oldum, acığım tutdu. Nə qədər fikirləşdim, özümdə heç bir təqsir görmədim. Bütün qəbahət Qulamda oldu. O məni çağırmasaydı, mən də geri dönməzdim. Geri döndüyüm üçün də qızlar pərakəndə düşdülər. Bu nə vəhşilik? Mən xortdan deyiləm ki, məndən qızlar qorxurlar. 3 Təmmuz. Dünəndən bəri çox dəyişilmişəm. Qaragözlərin məndən qorxub qaçması gözlərimi açdı. İndiyə kimi onun yolunda çəkdiyim qüssələrimə heyflənirəm. Heyf ürəyimin sızıltılı həyəcanı, heyf gözlərimin bakir yaşları. Bütün çəkdiklərim vəhşi bir qızcığaz üçün imiş. Ayıldım. Ağlımın ürək hiləsinə uğradığını duydum. İxtiyar və iqtidarım da ayıldı. Varlığımın dərin güşələrindən səslər eşidilir. Ağıl qüvvəsini toplasın, ürək sərhəddinə çəkilsin. Bütün şiddətimlə əmr edirəm. Nəfsim ağlıma tabi olmalıdır. Gözlərim çocuq hərəkətindən əl çəkməlidir. Ayaqlarım arsız bir sürətdə südəmər uşaqların dalınca yürüməməlidir. Bədənimin cəmi əzası nizamını itirməyərək öz vəzifəsi ifasına məşğul olmalıdır. Bunlar olmalı. 4 Təmmuz. Məsələ aydınlaşdı. O gündən rahatlıq görməyən Murad bugün sakit oldu. Bir şagirdlə danışdım. Görünür, o günkü hərəkətimdə heç bir qəbahət yoxmuş. Ancaq mən tatar olduğumdan birazca şübhəliymişəm. Sözün açığı ləkəliymişəm. Mən belə güman etdim ki, mənə də adi nəzərlə baxılır. Çünki mən edadi şagirdiyəm. Ağlım və biliyim də qeyrilərindən əksik deyil. Amma yox, mən tatar imişəm. Mənim üçün din və millət bir o qədər də mənalı şeylərdən deyil. Millət və məzhəb ayrılığı olmayaraq bəşəri sevmirəm. İnsanlar arasında məncə fərq yoxdur. Ancaq qüsurum buymuş ki, tataram. Cavanam, bakir paklığıma xələl yetişməyib. Bütün qız və arvadları bacı deyə tanıyıram. Günahım yalnız budur ki, tataram. 5 Təmmuz. Dünən dərd məni götürmüşdü.
Axşam baş götürüb şəhərdən çıxdım. Hava sərin idi. Dərin sükut içində yaşayan qum təpələrinə qəmli addımlar ata-ata çıxdım. Məsud həyatdan uzaq, təbiətin laqeyd ağuşuna yıxıldım. Bütün varlıqdan bezmişdim. Ay buludlar arxasında gizlənmişdi. Ayın bu gizlənişində güya dərin bir sir var idi. Güya ağca buludlar onun eşqinə mübtəla olub ətrafına toplanmışdılar. Hərdən ay buludlardan xilas olub bədirlənirdi və narın şüasını sədəf dənələri tək kainata səpirdi. Bu bədirlənməkdə o qədər hüsn və məlahət var idi ki, buludlar məst olurdular və ayı yenidən bağırlarına basıb kökslərində gizləyirdilər. Buludların səadətə nail olmaqlarına həsəd aparırdım. Çünki mən də onlar kimi eşq sevdasına mübtəla olduqda məhbubama həsrət qalmışdım və çoxdan bəri tanışlığa müvəffəq olmayıb hicranına odlanırdım. Buludların xoşbəxt dəqiqələrinə tamaşa edib həsəd aparırdım. Bunlar azad idilər, din və milliyyətə tabe deyildilər. Bunlar üçün təzyiq və məhdudiyyət yox idi. Mən də bulud olmaq xəyalında idim. Ağca buludlar deyirdim. Sizin ruh və qəlbiniz də ağ, gününüz ağ, könlünüz şad, meydanınız geniş. Ağca buludlar, qəmsiz dərvişlər. Mən də sizin kimi məsud olmalıydım. 6 Təmmuz. Kluba getmişdim. Bir uşaq vasitəsilə qaragözlərlə adı Asiya imiş. Danışdım. Görünür, heç kəs mənim hərəkətimdən təhqir olunmayıb. Ancaq mən tatar olduğum üçün biraz şübhəliyəm. 7 Təmmuz. Asiyanı gördüm. Həmişəki deyil. Dodaqlarındakı təbəssüm yox olub. Gözləri də qəmli görünür. Yəqin bilir ki, mən ondan rəncidə xatir olmuşam. Yenə eşq odu məndə şiddətlənir. Çünki Asiyanın gözləri qəmləndikcə mən də qəmə boğuluram. Yox, onun könlü sıxılınca mənim həyatım məhv olmalıdır. 8 Təmmuz. Asiya evlərinin qabağında oturmuşdu. Qəsdən yan küçəyə döndüm ki, onunla qarşı-qarşıya çıxmayım. Rəsmi tanışlıq axtarıram ki, mübahisəyə girişim. Milli qüsurlara görə millətdən nifrətlənməməlidir. Bu barədə ciddi olaraq danışmalıdır. 10 Təmmuz. Bazarda yoldaşların arasında birdən gəzmək fikri meydana çıxdı. Şad bir halda toplandıq. Getdik tədarük görməyə. Ət aldıqda tacir səfər gördü. Marağı görünür, həyəcana gəldi. Arxamızca düşdü. Səfər istəyirdi bizim orucluqda gəzməyə getməyimizi isbata yetirsin. Dükan və dükan gəzdikcə bu da bizimlə gəzirdi. Axırda tab edə bilməyib soruşdu. Biz də cavab vermədik. Sabah tezdən küçəni kəsdirmişdi. İşi dürüst bilmək istəyib. Şeyləri faytona yığdıq və qarmon çala-çala yola düşdük. Yandı, töküldü. Tacir səfərin azarı var. Şəhərdə olan hadisələrdən onun gərək xəbəri olsun. Gecələr pəncərələr dalında pusar, gündüzlər də küçələrdə pələsək vurar. Qəribə insanlar var.